Dominant olmayan əlim ilə yazı yazıram gün 2. Bəli, bugünkü edəcəyimiz şeylər bir balaca yüngül olacaq. Əvvəlcə 3 bucaq çəkmə ilə başlayaq. Bir əvvəlki videonu izləməyənlər tez bir şəkildə səhifəyə qayıdıb videonu izləsinlər. Bilirsiniz, bu layihə günbəgün davam edir. Odur ki, videoları qaçırmamaq üçün səhifəyə takib atın. Evdə sıxılırsınızsa mənimlə birlikdə bu vəzifəni yələnin və nəticəyə birlikdə şahid olun. Keçidirik dairə çəkməyə. İnandırım sizi, dairə çəkmək asan oldu mənim üçün. Əksinə bucaq çəkməkdən, dairəni də yavaş-yavaş bitirdikdən sonra gəlirik əsas məsələyə. Bəli, lüğətdən bir neçə götürdüyüm sözü yazı dəftərimə köçürdürəm. Axı bu necə də çətindir. Kömək eləyin mənə. Bugün ikinci gündür və bugün nələr etdik? Deməli gördüyünüz kimi Azmin lüğətindən bəzi sözləri götürüb yazmışam. Sonra üç bucaqları çəkmişik dostlar və burada da dairəvi şəkillər çəkdik. Sonraki bölümdə inşallah görəcəksiniz ki biz nə edəcəyik. Takip et.